Salam dəyərli izləyicilər, bugün sizinlə saat qurşaqları mövzusuna aid olan maraqlı, bir o qədər də çətin tipli test tapşırığına baxırıq. Qeyd edilir ki, yerin öz xəyali oxu ətrafında hərəkət sürətinin dəyişməsi nəticəsində 17-ci saat qurşağının ucqar şərq nöqtəsi 150 dərəcə qərb uzunluğuna uyğun gələrsə, Bakı şəhərinin yer oxu ətrafında hərəkət sürətini metr bölünsün saniyə ilə müəyyən edin. Bu testi necə işləyirik? İlk öncə nə qalacaq? Burada deyir ki, 17-ci saat qurşağının ucqar şərq nöqtəsidirsə, demək ki, 17 və 18-ci saat qurşaqları sərhədində olacaq. Yəni, çünki 17-dən sonra 18 gəlir. Demək, 150 dərəcə qərb uzunluğu 17 və 18-ci saat qurşaqların mərkəzindədir. İlk öncə qayda necədir? 17 və 18-in sərhədini təşkil edirsə, ilk öncə 17 və 18-i toplayırıq və aldığımız cavabın ədədi ortasını tapırıq. Yəni ki, 2 dənə qonşu olan həmin saat qurşaqlarını toplayırıq və onun ədədi ortasını tapırıq. Sonra 150 dərəcə bu şərq uzunluğu olsaydı, şərq uzunluğu olanda biraz rahat olur. Birbaşa həmin dərəcəni aldığınız nəticəyə bölürsünüz. Amma qərb uzunluğu olduğu zaman ilk öncə bu uzunluğu 360-dan çıxırıq. 360 çıxırsa 150 bərabər 210. 210 dərəcəni əldə elədik. İndi nə qayıdıq? İndi yer kürəsinin 1 saata nə qədər döndüyünü tapmalıyıq. Bunun üçün 210-u bölürük 17,5-ə, buradan aldığımız qiymətə və 12 alırıq. Bu nə deməkdir? Yəni, əgər ki, yerin öz xəyal və oxu ətrafında hərəkət sürəti dəyişərsə və 17 və 18-ci saat qurşaqlarının sərhəddə 150 dərəcə qərb uzunluğu olarsa, demək ki, yer kürəsi 1 saata 12 dərəcə dönəcək. Sonrasına baxaq. Artıq 1 saat 12 dərəcə dönürsə, demək ki, saat qurşaqları da dəyişəcək. Çünki əvvəl 1 saat 15 dərəcə dönürdü, 360-ı 15-ə bölürdük və tapırdıq ki, 24 saat qurşağıdır. İndi isə 1 saat 12 dərəcə döndüyünə görə deyirik ki, 1 saat 12 dərəcə dönürsə, bəs neçə saatı bütöv çevrəni dönər yer kürəsi və bu zaman 360-ı 12-ə bölürük və 30 saatı əldə edirik. Sonra nə qayırıq? Bu bizdə ümumiyyətlə qayda belədir ki, yerin fırlanma sürətini tapmaq üçün əvvəlcə, yəni ilk öncə 1 saat 15 dərəcə olduğu zaman qayda belədir ki, həmin paraleldə, məsələn, Bakı şəhərinin yerləşir paralel nədir? 40 dərəcə paraleldə. Həmin paraleldəki 1 dərəcə paralel görsün uzunluğunu vururduq bütöv çevrə və həmin çevrənin dönməyə sərf olunan vaxtda 24, eləmi? Çünki 24 saat qurşağımız var ona görə. İndi biz bunu, bu qaydanı, bu məsələyi tətbiq eləməliyik. İndi bizdə 30 saat qurşağı var deyə ora 30 saat yazacağıq. Amma ki, bizdə saatla istəmir, saniyə ilə istəyir deyə 30 saatı saniyə çevirəcəyik. Bunu isə metrə çevirəcəyik. Baxaq gör necə edirik. Və buradan mən ardıcılıqla necə saniyə tapdığımı göstərmişəm. 1 dəqiqə 60 saniyə, 60 dəqiqə saniyə eləyir. Bunu tapırıq. 60 burada 3600 saniyə. Yəni ki, 1 saat 3600 saniyədir. Bəs 30 saat neçə saniyədir? Olur 108.000 saniyə. Sonra bayaq göstərdiyim düsturda, yəni qaydasına əsasən deməli Bakı yerləşir 40 dərəcə paraleldə, orada 1 dərəcə paralel görsün uzunluğu 85,4 kilometrdir. Bunu metrə çevirirəm, vururam. 360 bölünsün 108.000-ə, yəni ki 30 saat olan saniyələrə və buradan cavabımız olacaq 284,6 metr bölünsün saniyə cavabımız olacaq D variantı.